Salam aleykum, salamlayıram hər kəsi. Aleykümselam. Mən Məmməd ağa qardaşa sual vermək istəyirdim bu qiblə barədə. Buyurun. İbn Zübeyrin vaxtında qiblənin dəyişdiyini iddia edirsiniz, düzdür? Əziz qardaş, biz Əhmədi Sülh və Nur dininin ənsarlarıyıq. Əbu Sadiq Abdullah Haşim əleyhissalam Əhl-i Beyt əleyhissalamın hədislərində və ya İslam tarixində keçən qiblənin dəyişdirilməsi ilə bağlı xırdalıqları təsdiqləməyib. Biz bunu yox və ya hə demirik. Sadəcə dövrün hüccəti deyib ki, həqiqi Kəbə bugünkü Səudiyyə Ərəbistanının Məkkə şəhərində olan Kəbə deyil. Peyğəmbər sallallahu aleyhi və aleyh bunu təvaf etməyib, İbrahim əleyhissalam da bunu inşa etməyib. İbrahimin inşa etdiyi Kəbə İordaniyanın Petra şəhərindədir. Muhammed əleyhissalam da onu təvaf edib. Yəni indi məndən soruşduğunuz sualı Əbu Sadiq əleyhissalam nə təsdiq, nə də inkar edir. Əhl-i Beyt əleyhissalam hədisləri üzərindən və tarix